diğer ayələri oxuduğu zaman, yəni özü üçün bir pay götürür. Yəni insan oxuduğu zaman bilməlidir ki, o xitab yəni birbaşa özünə olunur. Yəni Allah Teala səndən istəyir ki, onu başa düşəsən. Onun tələb etdiyi formada əməl edəsən. İnsanın qəlbi onun sərmayəsi sayılır. İnsanın bədənində olan qəlb, yəni həyətdə olan və yaxud kənddə olan bir məscid kimidir. İnsanlar o məscidin təmizliyini qorumurlarmı? Məgər insanlar o məscidi təzim etmirlərmi? Və qəlb də Allahın evidir. Necə ki İbn Qayyim rahimehullah buyurur: "El-qalbu beytur Rabbi celle celaluhu hubben ve ihlasan ma'al ihsani." Yəni qəlb Rəbbin evidir. Sevgi, ixlas baxımından və həmçinin ihsan baxımından. Yəni bu qəlb Allahı tanımaq, Allahı sevmək, ixlas üçün, ihsan üçün yaradılan bir evdir. Qəlb qeyd olunduğu kimi məscid yerindədir və onu zikr üçün ayır, itaat üçün ayır. Yəni insan qəlbini zibilliyə çevirməməlidir. Günahlar və asiliklər yeri etməməlidir. Necə ki zibillik çirkabın, tullantıların atıldığı bir yerdir və sən də qəlbini qoru və nəfsini tərbiyələndirməkdə çalış. Və çalış ki, qəlbinə yalnız faydalı şeylər gəlsin, qəlbini nurlandıracaq bir şeylər gəlsin və səni Allaha yaxınlaşdıracaq əməllər gəlsin. Qəlbin doğru yolda olsun, nurlu olsun və Allaha itaat üzərində günahdan və asilikdən uzaq olsun. Allah Resulü sallallahu aleyhi və səlləm bu hədisinə əsasən, yəni qəlblər bir gün içərisində sərtləşmir. Qəlblərin sərtləşməsi səbəbləri tədricən, yavaş-yavaş hasil olur. Nəhayət qəlb sərtləşir və xəstələnir və bəzən də ölür. Necə ki, Hüzeyfə radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Tu'radul fitanu aləl qulubi kəl-hasiri udən udə." Yəni fitnələr qəlblərə ərz olur, həsirin çubuqları kimi bir-bir, necə ki, həsir toxunduğu zaman bir-bir gəldiyi kimi eyni ilə də günahlar da, fitnələr də yavaş-yavaş gəlir və sonra qəlb ya xəstələnir, sərtləşir və yaxud da ölür. Qeybət, nəmmamlıq, yalan və facir andlar, insanların malını batilcəsinə yemək, haram nəfsləri öldürmək və beləliklə günahlar bir-bir ərz olur. Valideynlərin üzünə ağ olmaq, qohumluq əlaqələrini kəsmək və qonşu ilə pis davranmaq, həsəd aparmaq, kin, kudurət və bütün bunlar hamısı birdən-birə olmur. Yavaş-yavaş insanın qəlbinin sərtləşməsinə səbəb olur. Necə ki hədisdə keçir, "Tu'radul fitanu aləl qulubi kəl-hasiri udən udə." Fitnələr qəlblərə həsirin çubuqları kimi bir-bir ərz olunur. "Fə eyyu qalbin uşribəhə nukitə fihi nuktətun səudə." Yəni hansı qəlb o fitnəni özünə çəkərsə, ora qara nöqtə düşər. "Və eyyu qalbin ənkərəhə nukitə fi nuktətun beyza." Və hansı qəlb onu inkar edərsə, o qəlbə ağ nöqtə düşər. Və beləliklə qəlblər yəni iki qəlbə çevrilir. Ya əbyad mislə safa, qaya parçası kimi ağappaq bir qəlbdir. Fələ tadurru fitnətu mədəməti səməvati vəl ard. O qəlblərə göylər və yerlər durduqca fitnələr zərər vermir. Vəl axaru əsvəd murbəddən kəlkuzi mücəxiyə. Və o birisi isə qaralmış, odda yanmış, qaralmış, çevrilmiş kasa kimi olur. Qaraldıqdan sonra odda yanmış, çevrilmiş kasa kimi. Lə ya'rifu ma'rufən, nə yaxşını bilir, nə də münkəri inkar edir. İllə mə uşribə min havahu, yalnız nəfsi istəyinə uyğun gələndən başqa. Yəni hətta o insan yaxşını əmr etsə də, pisdən çəkindirsə də, yəni bu Allah üçün deyil, sadəcə nəfsinə görədir.